1. Katikes Oteli, Yunanistan. Kaldera falezlərinin içərisində inşa edilmiş bu otel möhtəşəm Egey dənizi mənzərəsinə sahibdir. 2. Juvel Oteli, Norveç. Bu otelin ən gözəl xüsusiyyəti otaqların quş yuvası formasında olmasıdır. Bu yolla siz yatan zaman özünüzü ağacların arasında yatmış kimi hiss edəcəksiniz. 3. Intel Oteli, Hollandiya. Klaus Monet'in Mavi Ev adlı rəsm əsərindən ilhamlanaraq Molenar van Winde memarlıq firması tərəfindən yaradılan bu otel çox möhtəşəm görünüşə malikdir. 4. Free Spirit Shippers, Kanada. Yerlə əlaqəniz kəsildikdə enerjiniz artar. Bu səbəbdən də külə formasında olan otel otaqları yerdə bir neçə metr yüksəklikdə yerləşir. 5. Kakslatanen, Finlandiya. Tavanı və divarları yalnız şüşə və çərçivələrdən ibarət olan bu oteldə gecələr səmada sayrışan ulduzları izləməkdən zövq ala bilərsiniz. 6. Cocoa Ada Oteli, Maldivlər. Otel Maldivlərdəki Cocoa adlı özəl bir adada yerləşir. Birbaşa olaraq dənizin üzərində yerləşən otel otaqlarında qapını açaraq dənizə atlaya bilərsiniz. 7. Jade Dağ Oteli, Saint Lucia. Tropik iqlimə malik olan Karib dənizindəki Saint Lucia adasında tikilən bu otel dağın yamacında yerləşir. Otelin hər bir mərtəbəsində sonsuzluq hovuzu deyilən hovuzlar mövcuddur. 8. Kirkenes Buz Oteli, Norveç. Tamamilə qardan hazırlanan yataqları belə qardan olan bu otel yaz aylarında əriyir və hər qış təzədən inşa edilir. Buzdan olmasına baxmayaraq qorxmağa ehtiyac yoxdur. Çünki Finlandiyanın məşhur vodkası sayəsində soyuğu hiss etməyəcəksiniz. 9. Kitabxana Oteli, ABŞ, New York. Bu otel George Louis Borges'in "Mən cənnətin bir növ kitabxana kimi olacağını düşünürəm" ifadəsindən ilhamlanaraq tikilmişdir. Kitab qurtları üçün ideal məkan olan bu oteldə 6000-dən çox kitab vardır. 10. Jumbo Stay Oteli, İsveç. Stockholmun Arlanda hava limanında yerləşən bir təyyarəni otelə döndərmək kimin ağlına gələ bilər? Əlbəttə, soyuqdan başları bir qəribə işləyən İsveçlilərin. Otelə çevrilən təyyarədə 3 nəfər qala bilər və burada kokpit yataq otağı kimi istifadə edilir. Videonu bəyəndinizsə, kanala abunə olmağı unutmayın.